Həm Vaşinqtonda, həm Parisdə, həm Moskvada 2 dəqiqədən bir zənglər var idi. Xalqların arasında sevişmə olacaq, öpüşmək başlanacaq, dostluq yerinə edəcək və yine mən inanmıram. Kremlin gerçək planı nə idi? Belə bir təhlükə var idi. Bəlkə bəs Azərbaycana da gedəcəklər, necə 20-ci ildə Qırmızı Ordasını göndərdilər Azərbaycana. Eyni ssenari təkrar oluna bilər. Bir ara sizi Rusiyaya yaxın, hətta Rus agenti kimi qələmə verirdilər. Mən bilirəm kimdir onun arkasında dayanan, mən bilirəm kimin qarın ağrısı var. Mən 65 yaşım var, mən rahat həyatı yaşamaq istəyirəm. Yəni bundan sonra vəzifə istəmirsiniz, belə başa düşürəm. Mən özüm üçün işləyirəm, özüm üçün yaşayıram. Baxmayaraq ki, mən 5 il kommunist olmuşam. Amma müsəlman kimi mən Allah'a inanıram. Məkkədə olmuşam, Mədinədə də olmuşam bir neçə dəfə. Hac mərasımında iştirak eləmişəm. Heç vaxt jurnalistlərin suallarından qaçmırdım. Elmar müəllim ilk pensiyasını nəyə xərclədi? Oradan yaxşı sual verir. Yanımda deyil nəyə xərclədim. Məsələn, indi soruşsaq ki, üzərinizdəki kostyumun qiyməti? Bilmirəm. Oradan da bilmirəm. Onu mən həyat yoldaşımdan soruşursun. Elmar müəllim, redaksiyamıza xoş gəlmişsiniz, dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür bildirirəm. Çox sağ olun, dəvət edilər. Xoş oldu. Keçək suallarımıza. Buyurun. Elmar müəllim, vəzifədən sonra həyatınız necə keçir? Mən deyə bilərəm ki, çox yaxşı. Düzün deyim sizə ki, ilk növbədə 5 ildir ki, vəzifədən çıxdım. Əlbəttə ki, əksəriyyəti o pandemiya vaxtı idi, o qədər də adam xaricə də gedənmirdi, şəhərə də gələnmirdi. Ona görə mən köçdüm birbaşa öz bağıma və orada qaldım. İdmanla məşğul idim. Sonra fikirləşdim ki, gələcək nəsil üçün yəqin ki, bu maraq kəsb edəcək ki, bəs mən yığdım 16 ilə artıq nazir olarkən, mən yığdım öz çıxışlarımı, məqələləri, müsahibələri çox alındı. 3000 səhifədən çoxdur. 4 cildir. İndi inşallah bu yaxınlarda o çıxacaq. Artıq nəşriyyatdadır. İndi çap olunur. İndi baxaq görürük, inşallah söz veriblər ki, bu il artıq çıxacaq. Xeyirli olsun. Nazir olduğunuz dönəmdə peşman oldum dediyiniz hansı qərarlar olub? İlk növbədə mən deyə bilərəm ki, əlbəttə ki, hər şey deyə bilərəm ki, 90%-dan artıq vaxtımı əlbəttə ki, Qarabağ məsələsi idi. Çünki Qarabağa görə çox vacib məsələlər idi ki, bəs məsələn, Kosovo məsələ kimi çıxmasın ki, hansı ölkələr belə bir təhlükə var idi və hansı ölkələr istəyərdilər, məsələn, Uruguay kimi ölkələr istədilər müstəqilliyini tanısınlar Qarabağın. Və əlbəttə ki, bu biraz, çünki Kosovo president kimi artıq tanınmışdılar ölkələr, öbürü xarici ölkələr tanınmışdılar. Biraz o böyük təhlükə idi. Və ona görə də çox xaricə səfərlərim olmalı idi ki, bəs birbaşa öz həmkarlarla ya dövlət başçıları ilə danışarkən, sübut eləyərkən demək olardı ki, bəs bu ssenari artıq qəbul edilməzdi. Və ondan sonra alındı ki, 2020-ci ildə 44 gün müharibədən sonra artıq torpaqlarımızı azad elədi və 2023-də tam şəkildə bərpa elədi. Azərbaycanın suverenliyi Qarabağda bərpa elədi. Və bu böyük məsələdir. Sağ olsun cənab prezident ki, belə bir məsələni həll elədi. Elmar müəllim, bir ara sizi Rusiyaya yaxın, hətta Rus agenti kimi qələmə verirdilər. Bununla bağlı mediada da bir neçə məqalə dərc olunub. Sizcə bunu kim edir? Yəni kimdən şübhələnirsiniz? Niyə belə xəbərlər yayıldı ki, birdən-birə ki, Elmar Məmmədiyarov Rusiya agenti? Ümumiyyətlə mən bilirəm kim onun arxasında dayanır. Çünki mən zarafatça demişəm ki, mən bilirəm kimin qarın ağrısı var ki, Elmar Məmmədiyarov birdən
Ona görə də belə bir ləkə qoymaq üçün istədilər ki, bəs belə ləkələnirsinizlər məni. Amma mən bunu ciddi qəbul edəmirəm. Çünki maraqlıdır, Rusiya ilə necə bağlıdır. Baxmayaraq ki, mən 13 ildən artıq ABŞ-da yaşamışam, oxumuşam, işləmişəm. Məni eləmədilər ABŞ-ın casusu, elədilər Rusiyanın casusu. Ona görə necə deyərlər, babalı onların boynuna kim belə bir sifariş veriblər ki, biz ləkələnsinlər. Hətta bir ara gəlininizin də erməni olduğu iddiası var idi. Deyirdilər ki, Elmar Məmmədiyarovun gəlini ermənidir və bu səbəbdən də Azərbaycanda toy eləməyib oğluna. Bəs bu iddia hardan çıxdı? Yəni, sanki bunu konkret kimsə ortaya atıb. Mən bilirəm kimdir, hansı qüvvələr. Artıq onu bu sahibə verərkən istəmirəm, səsləndirim. Amma mən bilirəm kimdir onun arxasında dayanan. Yazıq qız, atası İtalyanlı idi, rəhmətə gedib. Anası İrlandiyalıdır, o da rəhmətə gedib. Amma izləyir Azərbaycan. İndi maşallah internet köməyi ilə tərcümə də eləmək olar. Hansı məlumat çap olunur internetdə, onu tərcümə eləyib, izləyirdi və əlbəttə xoşa gəlməz belə bir hərəkətlər. Çünki mən dəfələrlə demişəm bunu ki, toydan sonra cürbəcür yazılar var idi sosial şəbəkədə. Bir də qadın da yazmışdı, Allah xoşbaxt etməsin. Mən o vaxtda nazir idim, tapdım o qadını. Tapdım o qadını, soruşdum ondan ki, bəs bu Azərbaycan xalqına uyğun deyildi. Çünki Azərbaycan deyirlər, toydur da, gənclərdir. Allah xoşbaxt eləsin, həmişə deyərlər. Ya Allah rəhmət eləsin ölənlərə. Və siz nəyə görə belə bir söz işlətdiniz? Çünki bu, onun cavabı maraqlı idi o baxımdan ki, dedi ki, mən baxıllıq çəkirəm, ona görə də belə yazmışam. Mən də o saat dedim ki, yaxşı, çəkin qadından. Çünki əgər bu onun beynində baxıllıq varsa, onu istəməz dəyişdirmək çətin olacaq. Çünki gənclərə Allah xoşbaxt etməsin deyərkən ilk növbədə özünə zərbə vurur. Çünki bu baxıllığın içində qalacaq. Ona görə yəqin ki, baxıllıq demək olur ki, yazıların arxasında da var. Bəs gəlinlərimiz Azərbaycana gəlir-gedir, yoxsa yox? Gəlir-gedir, əlbəttə. Bizim dili bilirlər? Oğlan danışır, əlbəttə ki, amma qız bilmir. Gəlinlərimiz bildik ki, xarici millətdir hər ikisi. Adətən məmurlarda belədir ki, öz ətrafından, məhz məmur dostlarının qızını və ya qızı və yaxud oğlu ilə evləndirirlər də övladlarını. Nəcəb Elmar Məmmədiyarov öz ətrafında, çevrəsində olan məmur övladı ilə evləndirir? Yox, mən qarışmırdım onların içinə, çünki onlar New Yorkda oxuyublar. Əlbəttə ki, ətrafında böyük oğlunun yoldaşı, həyat yoldaşı, o da həmən New York Universitetdə oxuyub. Eyni şeydir, kiçik oğlunun yoldaşı, həyat yoldaşı New York Universitetdə bitirib. Baxmayaraq ki, yaşda biraz fərq var. Çünki o uşaqlar daha böyüdülər, oğlanlar. Və mən heç duymurdum ki, bəs kimisə gedim, qapını döyüm, şirin çay istəyim və s. və s. Mən duymurdum. Özləri, onlar sərbəst adamdılar, özləri işləyirlər, özləri təhsil alıblar, mən qarışmırdım bu işlərə. Uzun illər Ermənistanla sülh danışıqlarında iştirak etmişsiniz bir nazir olaraq. Maraqlıdır, bu saysız hesabsız görüşlərdə nələr müzakirə edilirdi? Çünki hər dəfə eyni şeyin danışılması biraz qəribə görünür. Yox, 2004-də biz Praqa prosesini başladıq, Praqada görüşlər keçirdirdik və ümumiyyətlə həmsədrlər 2007-də təklif verdilər, hansı planla belə bir təklif verdilər. 3 səhifəlik, 3,5 səhifəlik deməli, müqavilə ki, Ermənistan Azərbaycanla bağlantı olmalıdır və onun əsasında ilk növbədə əlbəttə ki, Ermənistan öz qoşunları işğal olunmuş torpaqlardan çıxarılmalı idi, məcburi köçkünlər geri qayıtmalı idilər
və s. orada məqamlar var. Amma əfsuslar olsun ki, 2008-ci ildə Rambouillet şəhərində, Fransada cənab prezident İlham Əliyev Koçilyanla görüşür və orada tete-a-tete görüşdə xeyli vaxt aparılıb və ondan sonra Azərbaycan üçün bəlli oldu ki, Ermənistan heç yerə getməyəcək, qoşunları çıxartmayacaq. Çünki bunlar fikirləşirlər, Koçilyan ondan sonra Sarkisyan onun yerinə gələn, bunlar fikirləşirlər ki, nə olar, biz onsuz da işğal eləmişik, kontrol eləyirik. Geç-tezi məsələsi bu öz həllini tapacaq, biz istədiyin kimi. Çünki söhbət gedirdi, məsələn, 5+2 rayonlardan 7 rayon qaldı idi. 5 o saat çıxarmalıydılar, əgər saziş bağlansa. 2 vaxt müddətində baxanda 2 ildən sonra, 5 ildən sonra deyirlər, onun müzakirə idi. Amma Kəlbəcərdən, Laçından da çıxmalıydılar. Söhbət gedirdi ki, biz anladıq ki, ona da getmək istəmirlər. Ondan sonra əlbəttə ki, hamı başa düşürdü ki, müharibəsiz bu alınan şeydir. 2008-ci ildə ilk dəfə belə bir fikrə gəlmişik ki, müharibəsiz mümkün olan şeydir. Elmar müəllim, Ermənistanla 3 erməni liderin dövründə danışıqlar aparmışsınız. Yəni 3 lider oldu həmin dönəmdə. Hansının dövründə sülhə daha yaxın idi Azərbaycan? Yəni danışıqlar zamanı hansı erməni liderlə bağlı belə deyək? Heç kəsə. Heç Avropanın ilk illərdə heç Paşinyan da sülhə getməyini istəmirdi. Mən Koçilyandan, Sarkisyandan danışmıram. Onlar yalnız uzatmaq istəyirdilər. Və düzüm deyim ki, həmsədrlər də onlara böyük təzyiq də göstərmirdilər. Necə gedir, getsin. Çünki həmsədr ölkələri deyirlər ki, Allahın başçıları, həmsədrlərin başçıları deyirlər ki, amma yalnız sülh yolu ilə gərək həll eləyək. Yalnız sülh. Biz deyəndə ki, sülh yolu alınmır. Və ondan sonra, mən sizə danışım, 2016-cı ildə Azərbaycan ki, irəli getdi və xeyli torpaqları azad edib, təzyiq möhkəm idi. Həm Vaşinqtondan, həm Parisdən, həm Moskvadan 2 dəqiqədən bir zənglər var idi. Belə gülməli şeylər deyirlər ki, yox, Azərbaycan öz qoşunları geri çəkilsin. Deyəndə ki, nəyə görə geri çəkməliyik? Biz öz torpağımızdan söhbət gedir. Və artıq 4 dərgətnamə və Təhlükəsizlik Şurasını, harada ərazi bütövlüyü bir mənalı tanınır. Və onlar dedilər ki, yox, bu müharibəyə yol açır. Bu müharibəyə yol açır, ona görə də, amma yenə də nə var, onu da nail olmuşuq. 2020-ci ildə artıq əksəriyyəti, torpaqların əksəriyyəti azad edilmişik. Ondan sonra da 23-cü ildə tam şəkildə azad edildik. Bəli. Qapalı danışıqlar zamanı hər hansı gərginlik olubmu? Məsələn, əsəbləşib belə sərt danışmaq, mübahisə etmək? Hökmən. Belə onsuz alınmır. Elə bilirsiniz ki, danışıqlar belə çox gəliz keçirir. Təkbətək də danışıqlar gəliz keçirilirdi, həm sədrlərlə gəliz keçirilirdi. Əlbəttə ki, emosiyasız alınmır. Bu yəni hər zaman belə olur da ki, mübahisə mütləq yaranır orada. Hər zaman. Bir də ən maraqlı, sizin erməni qadınlarla təyyarədə bir dialoqunuz var idi. Bu sosial şəbəkələrdə də geniş yayılmışdı. Sanki həmin o qadınlar sizi təxribata çəkmək istəyirdilər. Amma siz çox təmkinli cavab verirdiniz. Mənim işim ondan ibarətdir ki, mən təmkinli cavab verim. Nazir kimi, əlbəttə ki, Xariclər Naziri kimi təmkinli cavab verməliyəm. Yəni, heç gözləyirdiniz ki, onlar belə bir sual verərlərsə, sizi təxribata çəkərlər? Yox, onlardan başqa da erməni jurnalistlər, məsələn, hansı beynəlxalq təşkilatların iclaslarda yaxınlaşırdılar, sual verirdilər. Mən heç vaxt jurnalistlərin suallardan qaçmırdım. Və ona görə də təcrübəm var idi erməni jurnalistlərlə necə danışam. Elmar müəllim, məlum məsələdir ki, Rusiya ilə münasibətlərimiz hazırda gərgindir.
Maraqlıdır ki, onlar Qarabağ danışıqlarında nəyə çalışırdı? Yəni, məhz söhbət Rusiyadan gedir. Üzdə aydındır ki, müxtəlif formatlar təşkil etmişlər. Bəs Kremlin gerçək planı nə idi? Yəqin ki, həm Kremlin, həm Ağ Evin, həm Yelisey sarayından gələnlər bunlar bir mənada fikirləşirlər ki, əsas müharibə olmasın. Çünki müharibə ümumiyyətlə baş ağrısıdır. İlk növbədə onlar üçün, çünki onlar özlərini böyük bir qüvvə kimi sayır. Və ona görə həmən mövqeyi Kremldə tuturdu ki, müharibə olmasın. Baxmayaraq ki, 44 günün ərzində mən təsəvvür edirəm ki, nə qədər təzyiq var idi Azərbaycan rəhbərliyinə ki, bəs dayandırsınlar müharibəni, dayandırsınlar müharibəni. Ona görə onlar eyni mövqedən çıxış edirdilər. Çünki ümumiyyətlə həm Moskva, həm Vaşinqton, həm Paris ümumiyyətlə fikirləşirdilər ki, vaxt yetişməyib. Moskva əlbəttə ki, fikirləşirdilər ki, nə qədər çox müharibə olsa Azərbaycanla Ermənistan arasında onlar onu kontrolun altında saxlaya bilərlər. Eyni şəkildə yəqin Paris o qədər yox, amma istəyirdi, çünki orada erməni lobbisi çox güclüdür və onlar təzyiq göstərirdilər hakimiyyətə. Vaşinqton da öz vaxtını gözləyirdi, ona görə müharibə olanda fikirləşirdi ki, bəs geç-tezi məsələsi biz də öz gücünü göstərərik. O da alındı Vaşinqtonda o ki, ayın 8 imzalandı sənəd, paraflandı. Ümumiyyətlə, o bir sənədlərdə imzalanır ki, Vaşinqton o trip dəhlizi ilə bağlı öz gücünü göstərdi ki, o Cənubi Qafqaza deməli, əməli başlı idarə etməklə artıq fəaliyyəti başlayır. Orada Türkiyə faktoru var. Türkiyə əlbəttə ki, müharibədən sonra Azərbaycan torpaqları azad edəndən sonra Türkiyə əlbəttə ki, öz gücünü Cənubi Qafqazda gücləndirir. İrandan həmən şey deyə bilmərəm, amma onlar da istəyirlər ki, nəsə özünü göstərsinlər. Əlbəttə ki, onlar üçün xoşu gəlməz yəqin hadisədir ki, Zangezur dəhlizi Amerikanların kontrolunun altında olacaq. Onlar razılıq verirdilər ki, Rusiyanın kontrolunda qalsın, amma fakt odur ki, Ermənistan ilk növbədə erməni hakimiyyəti razılıq verdi ki, bəs o trip adlandıran Zangezur dəhlizi öz yerini tapsın. Rusiyadan danışmışkən, hazırda bilirik ki, artıq 3 ildir ki, Rusiya-Ukrayna arasında savaşlar gedir. Belə bir iddialar səsləndirilir ki, Ukraynadan sonra növbəti ölkə Qazaxıstan ola bilər. Rusiya Qazaxıstandan savaşa başlaya bilər. Bu nə dərəcədə realdır? Deyə bilmərəm ki, o var Qazaxıstana gedəcəklər. Bəzi qüvvələr deyirlər ki, bəs Azərbaycana da gedəcəklər. Necə 20-ci ildə Qırmızı ordasını göndərdilər Azərbaycana və ona görə eyni ssenari təkrar oluna bilər. Belə bir səsləndirmə var. Amma mən məsələn fikirləşirəm ki, bu hamısı bir diplomat kimi bir neçə ildir ömür, faktiki olaraq öz ömrümü diplomatiyanın təhsilinin altında qalmışam. Ona görə mən bir diplomat kimi mən deyə bilərdim ki, bu hamısı danışıqların mövzusudur. Əgər hiss eləyirsənsə ki, nəsə belə bir xoşa gəlməz ssenari alınar, əvvəldən sən gərək bir məsləhətləşmələr keçirərsən bu baxımdan Rusiya ilə, ondan başqa da o biri ölkələrdən ki, belə ehtimal olunur ki, belə bir hadisə öz yerini tapa bilər. Elmar müəllim, gələcəkdə sizi Ermənistana səfir təyin eləsələr qəbul edərsiniz bu təklifi? Yox. Səbəb? Neyinirəm, Yerevana. Mən 65 yaşım var, mən rahat həyatı yaşamaq istəyirəm. Yəni, bundan sonra vəzifə istəmirsiniz, belə başa düşürəm? Mən özüm üçün işləyirəm, özüm üçün yaşayıram. O, necə deyərlər, necə məsləhətdir, belə də məsləhət görüləcək. Sizcə Ermənistana səfir göndərilsə, necə bir şəxs getməlidir səfir olaraq? Təcrübəli adam olmalıdır. İlk növbədə əlbəttə ki, onu demək istəyərdim ki, yaxşı olardı ki, erməni dili bilsin. Bizdə belə təcrübəli adamlar var ki, vaxtı ilə 90-cı illərdən
qovulmuş Ermənistanda qaçqın statusunda, amma erməni dili bilirlər. Mən məsələn şəxsən tanıyıram bir neçə nəfəri və əlbəttə ki, dil bilməklə daha rahatdır işləmək. İkincisi, səfir inanmıram ki, o tezliklə alınacaq. Çünki o nəsil məsələsidir, nəslin problemləridir. Çünki elə bilmiyorum ki, biz sabah gələn il, haçan sülh sazişi imzalandı, o saat, necə deyərlər, Səfir təyin edəcək. Səfir təyin edəcək, yoxsa xalqların arasında sevişmə olacaq, öpüşmək başlanacaq, dostluq yerinə edəcək və yine mən inanmıram. Çünki o nəslin problemi. Gərək bir nəsil ya iki nəsil keçsin ki, onda ermənilərlə Azərbaycan arasında nəsə belə bir pozitiv şəkilində mövqe tutmaq olar. Elmar müəllim, təxminən bir 3 ay öncə 65 yaşınızı qeyd elədiniz və təqaüdə çıxdınız. Elmar müəllim ilk pensiyasını nəyə xərclədi? Yoxsa hələ toxunmayıb o məbləğə? Yox, toxunub, əlbəttə ki, toxunub. Əlbəttə ki, toxunub. Heç yadımda deyil, oradan yaxşı sualdır, heç yadımda deyil nəyə xərclədim. O qədər, heç yadımda deyil nəyə xərclədim. Doğrudan heç fikirləşməmişəm bu barədə, nəyə xərclədim. Elmar müəllim, belə bir sual da verim. Adətən vəzifədən gedəndə məmurlar həbs olunanda və yaxud vəzifədən gedəndə ibadətə başlayırlar. Allaha daha yaxın olmağa çalışırlar. Elmar Məmmədiyarov ibadət edir, yoxsa... Yox, əlbəttə ki, həm müsəlman kimi mən Allah'a inanıram, bir mənalı. Mən Məkkədə doğmuşam, Mədinədə doğmuşam bir neçə dəfə və hac mərasimində iştirak eləmişəm, əlbəttə ki, bilirsiniz, ümumiyyətlə Allah'a inanmaq biraz köməkli eləyir Allah'a. Fəlsəfə baxımdan, ürəyin baxımdan, psixoloji cəhətdən əlbəttə ki, köməkli eləyir. Və ona görə də baxmayaraq ki, mən 5 il kommunist olmuşam, amma heç o vaxtı da. Adam, siz düz deyirsiniz, adətində söhbət gedəndə o necə yaş da artırır, ondan sonra da adam başlayır doğrudan da Allah'a yoxsa peyğəmbərlərə inanmaq. Nazir olduğunuz dövrdə sizə görə ən yaxşı xarici işlər naziri digər ölkələrdə kim olub? Onu deyə bilmərəm. Mən deyə bilərəm ki, yəni ki, kimsə xüsusi adlandırmaq istəmirəm, çünki görkəmli nazirlər var idi, kiminlə oturmaq, söhbət eləmək, maraqlı diskusiya aparmaq, müzakirələr və s. onlardan çox idi. Çünki Xaricilər Naziri deyərlər ki, ən birinci, hökumətdə ən birinci nazirdir, belə sayılır dünyada. Və ona görə də hər adamı orada təyin eləmirdilər. Və mən deyim sizə ki, çox maraqlı adamlar idi, kiminlə rast gəlmişəm. Hamısı xüsusi kimisə danışmaq düzgün olmazdı. Sabiq və ya elə indiki nazirlərimizdən kimlənsə dostluq eləyirsiniz, dostluq münasibətiniz var? Deyə bilərəm ki, çoxlu ilə əlaqəm var. Əlbəttə ki, biz uşaqdan dostluq, Bilfəz Qarayevlə, biz uşaqlıqdan dostluq. Düzün deyim sizə ki, o mənim böyük qardaşımla dostluq eləyirdi, sonra avtomatik olaraq mənə də keçib və ümumiyyətlə əlaqəm bütün nazirlərdə əlaqə var. Yəni ki, telefon, təbrik eləməklə və s. Bir jurnalistlərin WhatsApp qrupu var və siz nazirlərin necə, varmı belə bir qrupu və varsa əgər kim nəzarət edir? Yox, yoxdur. Nazirlərin arasında belə WhatsApp qrupu yoxdur. Məndə məlumat yoxdur. Bəlkə var, amma mən onun üzvü deyiləm. Elmar müəllim geyimə çoxlu pul xərcləyir. Onu mənim həyat yoldaşımdan soruşarsınız. Çünki mənim geyimdən o məşğuldur. Yəni siz özünüz geyim almırsınız? Faktiki olaraq yox. Məsələn, indi soruşsaq ki, üzərinizdəki kostyumun qiyməti? Bilmirəm. Oradan da bilmirəm. Bəs markaya önəm verirsiniz, yoxsa fərqi yox? O qədər yox. Gənə deyirəm, o mənim həyat yoldaşım məşğuldur. Son sualı da verim, Elmar müəllim.
Gənclərə tövsiyəniz? Məncə ən önəmli, indi daha asandır. Mənim vaxtımda internet yox idi. Google yox idi. Nə qədər çox gənclər oxusalar, nə qədər çox təhsilə fikir versələr, öz təhsilinə ilk növbədə, nə qədər çox onların valideynləri sərmayə qoymaqla, fikirləşməklə, ən yaxşı sərmayə uşaqların təhsilinə qoymaqdır. O qədər də faydalı olardı, o qədər onlar üçün də olardı, o qədər də Azərbaycan üçün də lazım olardı. Çünki bu gələcək nəsil, adam oradan da fəxr eləyir ki, gələcək nəsilimiz də çox yaxşı inkişaf edir. Təşəkkür edirəm. Bir daha dəvətimizi qəbul etdiyiniz üçün sizə minnətdaram. Sizi redaksiyamızda görmək çox xoş oldu. Buyurun, çox sağ olun dəvəti görə. Təşəkkürlər.